Herkese salam. Yeni bir dersə xoş gəlmisiniz. Bugün sizinlə nəhayət bir çox tələbələrin çətinlik çəkdiyi söz önlər mövzusunu öyrənirik. Söz önlər alman dilində die Präpositionen adlanır. Əksər tələbələrin bu mövzuda çətinlik çəkməsinin səbəbi Azərbaycan dilində söz önlərinin olmamasıdır. Ancaq ümidvaram ki, bu izahlardan sonra sizin üçün qaranlıq qalmaz, yəni əlimdən gəldiyi qədər sadə və asan bir şəkildə izah etməyə çalışacağam. Elə isə başlayaq. Söz önlər isim və əvəzliklə işlənən köməkçi nitq hissəsidir və Azərbaycan dilində söz önü yoxdur. Ancaq tərcümə zamanı Azərbaycan dilindəki qoşmalara və bəzən də hal şəkilçilərinə uyğun gəlir. Biz bilirik ki, alman dilində ismin 4 hal var: adlıq, yiyəlik, yönlük və təsirlik. Alman dilində isə 4 söz önü var. Birinci, yiyəlik halı tələb edən söz önülər. İkinci, yönlük halı tələb edən söz önülər. Üçüncü, təsirlik halı tələb edən söz önülər. Dördüncü, həm yönlük, həm də təsirlik halı tələb edən söz önülər. Hər bir ayrı-ayrılıqda ətraflı şəkildə izah olunacaq. Bugün isə sizinlə genitiv, yiyəlik halını tələb edən söz önlərini öyrənirik. Aşağıda cədvəldə verilmiş nümunələr sadəcə ən çox istifadə olunan söz önlərə aiddir. Yaxşı olar ki, bu söz önləri cümlə daxilində, hansı ki, indi aşağıda bəzilərinə aid nümunələr verilib, hansı söz önlərə aid nümunələr olmasa, özünüz yenə araşdırıb baxa bilərsiniz. Söz önləri cümlə daxilində şüuraltı bir şəkildə mənimsəyib öyrənəsiniz. Əgər siz bunları, yəni hər birini ayrı-ayrılıqda yaxşı öyrənib mənimsəməsəz, təəssüflər olsun ki, çox çətinlik çəkərsiniz. Ona görə, məsələn, bir dəfə yiyəlik halını tələb edən söz önləri yaxşı bir şəkildə öyrənin, ona aid çalışmalar işləyin, daha sonra keçin növbəti yönlük halını tələb edən söz önlərinə, daha sonra təsirlik halı, sonra həm yönlük, həm təsirlik halını tələb edən söz önləri. Bir müddət bu mövzu üzərində işləyin və daha sonra görəcəksiniz ki, əslində nə qədər də asan imiş. Gəlin indi cədvəldə verilmiş yiyəlik halı tələb edən söz önlərə baxaq. Während ərzində, müddətində, vaxtı, zamanı kimi tərcümə olunur. Wegen görə, səbəbindən, üçün. Außerhalb xaricində, kənarında, qırağında. Innerhalb içərisində, daxilində, tərkibində. Unterhalb aşağısında. Oberhalb yuxarısında, aufgrund səbəbilə, əlaqədar, statt oder anstatt əvəzinə, trotz baxmayaraq, unweit yaxınlığında, entlang boyunca, infolge nəticəsində, anhand əsasən, und so weiter və s. Gəlin indi nümunələrə baxaq. Nümunələr üzərindən məncə daha yaxşı başa düşəcəksiniz. Məsələn, birinci nümunə, mən yağışa görə məktəbə gedə bilmirəm. Biz bunu alman dilində ifadə etmək istəyiriksə, tək-tək sözlərə baxırıq. Mən, ich, məktəbə, in die Schule, bu da hansı ki, növbəti dərslərdə izah olunacaq. Dativ və akusativ halını tələb edən söz öndür. Getmək, gehen, bilmirəm, yəni bacarmaq, bilmək isə können modal feildir. Cümləmiz negativ, yəni inkar əvəzliyi də var. Yağış, der Regen, indi baxırıq görə. Görəni biz alman dilində ifadə etmək istəyiriksə, wegen, genitiv halını tələb edən söz önündən istifadə etməliyik. Mən yağışa görə məktəbə gedə bilmirəm. Bu cümləmizdə modal feil işlənib. Yəqin ki, artıq modal feillərlə tanışıq. Modal feillərlə olan cümlə necə düzəlir, onu da yaxşı bilirik. Bilməyənlər üçün qısaca özət keçim. Əgər düzgün söz sıralı cümlədirsə, bu zaman
Modal feil ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Əsas feilimiz isə məstər formada cümlənin sonunda gəlir. Burada da könün bacarmaq, bilmək modal feilindən istifadə olunub. Mən yağışa görə məktəbə gedə bilmirəm. İlkin olaraq cümləyə keçməzdən qabaq burada deməli yağışa görə. Yağış nədir? Der Regen. Gəlin bunu ilkin olaraq 4 halda hallandıraq. Der Regen, des Regens, dem Regen, den Regen. Der Regen yağış sözü ismin qüvvətli hallanmasına aiddir. Buna görə də genitiv yerlik halında S şəkilçisini qəbul etdi. Des Regens, dem Regen və den Regen. İndi biz deyirik ki, Regen genitiv halını tələb edən sözündür. Bu zaman biz bu 4 haldan bizə lazım olacaq des Regens forma. Niyə? Çünki qayda belədir. Yəni Regendən sonra genitiv hal gəlməlidir. İndi qayıdırıq cümləmizə. Mən yağışa görə məktəbə gedə bilmirəm. Ich kann wegen des Regens nicht in die Schule gehen. Gördünüz cümləni. Wegen des Regens, yağışa görə. Amma almanlar isə deyir, görə yağışa. Yəni niyə? Söz önüdür. Baxın, söz önü. Aid olduğu sözün önündə gəlməlidir. Wegen des Regens. Bu düzgün söz sıralı cümlədir. Yəni birinci mübtəda, ikinci xəbər, daha sonra isə ikinci dərəcəli cümlələr gəlib. Ancaq əks söz sıralı cümlə şəklində desək, Wegen des Regens kann ich nicht in die Schule gehen. Yağışa görə mən məktəbə gedə bilmirəm. İkinci nümunəyə baxırıq. Biz dərs zamanı müəllimə diqqətlə qulaq asırıq. Nə edirik? Qulaq asırıq. Kim biz? Biz, wir. Şəxs əvəzli. Qulaq asmaq, zuhören, ayrılan şəkilli feilimiz. Necə, nə cür, nə tərzə qulaq asırıq? Diqqətlə, aufmerksam. Kimə? Müəllimə, yönlük haldadır. Dem Lehrer. Nə vaxt, nə zaman? Dərs zamanı. Dərs sözü der Unterricht. Qeyd etdik ki, während ərzində, müddətində, zamanı genitiv, yenilik halını tələb edən sözündür. İndi cədvələ baxaq. Der Unterricht sözünü gəlin 4 halda hallandıraq. Der Unterricht, des Unterrichtes, dem Unterricht, den Unterricht. Bu ismimiz də həmçinin ismin qüvvətli hallanmasına aiddir və genitiv halında S şəkilçisini qəbul etdi. İndi biz deyirik ki, während plus genitiv, yəni währenddən sonra genitiv forma gəlməlidir. Görürsüz, bu 4 halda bizə lazımdır genitiv des Unterrichtes. Cümləyə qaydırıq. Biz dərs zamanı müəllimə diqqətlə qulaq asırıq. Wir hören während des Unterrichtes aufmerksam dem Lehrer zu. Biz qulaq asırıq, dərs zamanı diqqətlə müəllimə. Yəni, Alman dilindəki söz quruluşu belə oldu. Biz dərs zamanı müəllimə diqqətlə qulaq asırıq. Wir hören während des Unterrichtes aufmerksam dem Lehrer zu. Dərs zamanı genitiv halını, yəni yerlik halını tələb edən söz önündən istifadə etdik. Söz önü aid olduğu ismin, sözün der Unterricht qarşısında gəldi. Genitiv halını tələb etdiyinə görə biz der Unterricht ismin 4 hal formasından genitiv formanı seçdik. Des Unterrichtes. İndi 3-cü nümunəyə baxırıq. O, pis havanın olmasına baxmayaraq işə gedir. Kim? O. Ya kişi cinsində, ya qadın cinsində gedir. Nə edir? Gedir. O, gedir, misal gehen feilindən işə, zu Arbeit, işə sözü də yönlük halında işlənən sözündür. Növbəti dərslərdə isə o da izah olunacaq. İndi hələ ki mövzumuz genitiv halını tələb edən sözcüklərdir. Pis havanın olmasına baxmayaraq. Bu cümləmizdə genitiv halını tələb edən sözünü baxmayaraq sözünüdür. Trotz.
İndi yenə gəlin cədvələ baxaq. Hava sözü das Wetter. Pis hava artıq nə oldu? Biz burada sifətdən istifadə edirik. Pis sözü schlecht. İndi əgər sifətin qarşısında müəyyən artikel varsa, bu sifətin hansı hallanmasına aid olurdu? Bəli, sifətin zəif hallanmasına aid olurdu. Hardan bildik? Təbii ki, biz sifət bölməsini keçəndə, hallanmaları keçəndə hər hallanmanın özünə məxsus açar sözləri var idi ki, biz o açar sözlərlə təyin edirdik ki, bu sifət hansı hallanmaya aid olur. Burada da müəyyən artikel istifadə olunduğuna görə avtomatik olaraq deyirik ki, sifətin zəif hallanmasına aiddir. Və şəkilləri necə olurdu? Kişi cinsində nominativ halda qalan 3 halda n, qadın və orta cinsində isə nominativ akuzativdə genitiv dativdə n şəkilçisini qəbul edirdi. İndi das schlechte Wetter sözünü, yəni pis hava sözünü biz 4 halda hallandırmalıyıq. Das schlechte Wetter, des schlechten Wetters, dem schlechten Wetter, das schlechte Wetter. Bəzən olur ki, əsasən hələ yeni başlayanda tələbələr sifəti hallandırarkən ismi hallandırmaq unudur. İsmi hallandırmaq unudarkən sifəti hallandırmaq unudur. Təbii ki, bunun da sadəcə tək bir yolu var ki, siz bu mövzulara aid çoxlu çalışmalar işləyəsiniz ki, bu mövzunu şüuraltı olaraq mənimsəyəsiniz. İndi trotz baxmayaraq sözü Alman dilində nədir? Söz öndür. Genitiv halını tələb edən söz öndür. Trotz. Cümlə daxilində istifadə ediriksə, nə etməliyik? Trotzdan sonra biz gələn sözü ismin yəlik halında istifadə etməliyik. İndi bu cümlədə də pis hava sözüdür. Deməli, hallandırdıq. Bizə bu 4 haldan lazımdır ki, genitiv forması des schlechten Wetters. Gəlin cümləmizə qaydaq. O pis havanın olmasına baxmayaraq işə gedir. Geht trotz des schlechten Wetters zur Arbeit. Bu düzgün söz sıralı cümlədir. Əks söz sıralı cümlə desək, trotz des schlechten Wetters geht zur Arbeit. Pis havanın olmasına baxmayaraq o işə gedir. Sonuncu nümunəmizə baxaq. Onun evi şəhərin kənarında yerləşir. Onun evi sein Haus. Yerləşmək liegen. Şəhərin kənarında. İndi biz kənarında, şəhərin kənarında. Bu sözü demək üçün kənarında nə idi? Außerhalb. Außerhalb özündən sonra genitiv halını tələb edən söz önüdür. Deməli, burada istifadə olunan söz nədir? Şəhər sözü. Die Stadt. Nə edirik? Hallandırırıq. Die Stadt, der Stadt, der Stadt, die Stadt. Qadın cinsinə aid isimdir. Bizə indi bu 4 haldan genitiv forma lazımdır. Außerhalb plus genitiv. Außerhalb der Stadt. Yəni genitiv forma. İndi deyirik ki, sein Haus liegt außerhalb der Stadt. Onun evi şəhərin kənarında yerləşir. Yəni Alman məntiqi ilə onun evi yerləşir kənarında şəhərin. Yəni əksinə, tərsinə deyirlər. Deməli, söz önü aid oldu nəyə? İsmə və yaxud əvəzliyə. Əlbəttə ki, nə olur? Ondan əvvəl gəlir mütləq şəkildə. Təbii ki, biz bugün sadəcə genitiv halını tələb edən söz önləri öyrəndik. Növbəti dərsdə isə növbəti halları tələb edən söz önlərini öyrənəcəyik. Bu mövzunu yaxşı olar ki, çalışmalar işləyərək yaxşı bir şəkildə mənimsəyəsiniz.
Ümidvaram ki, sizlər üçün aydın şəkildə izah olundu. Hər hansısa bir qaranlıq qalan məqam varsa, əlbəttə ki, şərh bölməsində qeyd edə bilərsiniz. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.